Əlbəttə ki, bugün artıq Azərbaycan dövləti müstəqil, suveren, azad bir ölkə kimi, tam ərazi bütövlüyü təmin olunmuş bir ölkə kimi tanınır bütün dünyada. Bu ərazi bütövlüyümüzün təmin olunmasında əlbəttə ki, bizim şəhidlərimizin, qəhrəman oğullarımızın, şanlı ordumuzun, sağlamlığını itirmiş qazilərimizin, ən başlıcası isə bizim Ali Baş Komandan Cənab Prezidentimizin əməyi sayəsində əldə edildi. Bu müharibə zamanı demək olar ki, minlərlə bizim oğullarımız şəhid oldu. Hər biri onlar öz canlarından keçdilər. Vətənin azadlığı uğrunda, müstəqilliyi uğrunda öz canlarını qurban verdilər. Bu oğullardan biri də mənim oğlum idi, Əbdülməcid Axundov. Mən bugün qürurluyam. Bir oğul vətənə qurban verdim. Canımızdan bir can ayrıldı. Bu həm mənim üçün nə qədər çətin olsa da bir ana üçün bunu demək ağır olsa belə, amma mən bugün bir şərəfli bir oğul adını daşıyıram. Bugün mən oğlumun adıyla tanınıram. Bugün şəhidlərimiz bizlərə o qüruru yaşatdılar, o baş ucalığını gətirdilər. Bugün Azərbaycan bütövdür. Bugün Azərbaycan azaddır, suveren bir ölkədir, suveren bir dövlətdir. Və bu suverenliyin əldə olunmasında bizim oğullarımızın da imzası var. Və bununla mən qürur duyuram. Bugün bir qürurlu şəhid anası olaraq hər zaman öz çıxışlarımda bildirirəm ki, mən bir şərəfli, qürurlu bir şəhid evladının adını daşıyıram. Oğlumun adı ilə qürur duyuram. Mən bununla fəxr edirəm ki, oğlum artıq mənim oğlum deyil. Bütün Azərbaycan xalqının oğludur. Bütün Azərbaycanın evladıdır. Azərbaycanımla qürur duyuram. Fəxr edirəm ki, bizim müstəqil, azad Azərbaycanımız var.